Şakir işləyir. Şahinlə birilərdə əl-ələ verib konla. Buranın da üstünü örtdük nəhayət. Üstü örtüldü. Oranın da üstü örtülür. Biz də çıxmışıq bura. Sıldırımlıq yerdə durmuşam. Buradan bir ayağım sürüşsə yerdə olacam. Bax, belə bir təhlükəli bir yerdəyim. Bilin, buradan çıxım yuxarı. Bax, belə. Atlar giriblər məhliyə, basıblar məhləni. Şahinlə Şakir də əl-ələ verib işləyirlər. Yuxarılara da qar yağdı dünən. Bu günlərin oktyabrın 9-udur. Bax, belə Qala kəndi, meşəlik, dağlıq yerlərdir. Payızdır, qar dənələri də atır bu dəqiqədə. Buradan yavaş-yavaş yol tapıb düşməliyəm aşağı. Kömək eləməyə gəlmişdim. Buradan cəmaət dağdan su çəkirlər. Bax, belə boçkalar qoyurlar. Boçkanın içində yığılır su. Sonra bu turbalarla düşür borularla. Düşür aşağı. Meşədəki göbələklə doludur. Nə cür desən göbələk var. Bundan əvvəlki videomda da göstərmişdim. Göbələkdir bunlar. Bax, belə qəşəng göbələklərdir. Prosto biz bildiklərimizi yeyirik, bilmədiyimizi yemirik. Bu da qara göbələklərdir. Fərqli hər cür göbələk var. Bu qırmızı göbələkdir. Yol ağacıdır. Yavaş-yavaş düşək aşağı. Belə bunlar da quruyub. Akədən bir unda qavqət kvövit, xo? Xo. Buradan deyirəm, birbaşa aşağı düşməliyəm. Bəli. Düz gəl aşağı deyir. Bura əvvəllər, bu belə dərə. Bu dərədən öküzlərlə cəmaət buradan odun daşıyırmış, yıxıldı. Buradan da kimsə su çəkib. Bax, bu belə öküzlərin yolu olub. Bax, belə. Üzü yuxarı belə. Buradan öküzlər odun, sırf oduna görə, odun deyəndə başqa nə daşıyacaqdılar. Bu da bizim obyektimizdir. Bizim lokasiyamız. Orada iş gedir. Kom bizə xidmət eləyir bu dəqiqədə. Buranı mən örtdüm dünən. Balaca yeri. Bu dağlar, bu meşələr hamısı göbələklərlə doludur. Hamısı yox, bəzisi zəhərli. 70% yeməli, 30% zəhərli. Ayı var burada, maral var burada. Çaqqal var, tülkü var. Sonra vəhşi pişik var. Sonra Qafqaz pələngi var. Yəni buralarda olmasa da bu dağlarda, yuxarılarda var. Buralarda mən 5-6 aydır buradayım. Hələ heç tülkü görməmişəm. Qaldı ki, ay çaqqal canavar görüm. Dağdır, dimdik dağdır. Düşürük, bax, buradan öküzlərin yolu olub. Öküzlər buradan yuxarıdan aşağı odun gətirirlərmiş. Bax, bu göbələk yeməli göbələkdir. Bax, burada yeyirlər. Mən yeməmişəm. Heç videonu izləyənləri də məsləhət görmürəm. Amma nəsə yeyib. Zəhərli göbələyi başqa canlılar da, yəni mən eşitdiyimə görə qurt, nə bilim, cücü-mücü də
yiyirsə deyir, bu göbələyə bax, ağacın düz altından bitib. Bu da belə bir göbələkdir, nə göbələyidir bilmirəm. Bilmədiyim üçün də yemirəm, yığmıram. O biri dağda bildiyim göbələklər var, 2-3 növ. Onlardan yığıram, yiyirəm. Bu ağac aşıb, kəsiblər, nağarıblarsa qalıb burada. Bu yoldan mən keçmişəm. Bu yoldan mən keçmişəm, videomda var YouTube'da. 15-20 gün qabaq keçmişəm mən bu yoldan. Payday gedir qabaqda, göbələk yığıb o da. Belə. Buradan da nəsə cığır var, belə yol gedir. Qırmızı payızı yaşayırıq bu dəqiqə. Bax belə, bu mən gəldiyim cığır. Bu da aşağı düşən cığır. Burada daşlar belədir. Lezva kimi. İti daşlardır. Düzdür. Adamın əl-ayağını kəsmir. Amma belə görünüşsə bıçağa oxşuyur. Belə daşlardır. Buradan indi çıxacağıq düz körpünün yanına. Bu yol ucu mənə tanışdı. Bu yolda da çəkilişim var. Bu da çiyələkdir. Meşə çiyələyi. Dolu olur buralar yayda. Ama indi ucu yoxdur üstündə. Bu da göbələklərdir. Yiyilən göbələkdir bunlar. Görmüşəm yığıb yiyiblər. Amma mən yemirəm. Sizə də məsləhət görmürəm. Bilmədiyiniz göbələyi yeməyin. Yeməyin. Ağac yosun bağlayıb. Saçdır. Saç tel deyirsən. Odun. Gəldik, düşdük kəndə. Qala kəndinə. Qala. Lalxori. 1200 yaşı var buraların. Hamısının yəni. 1200 yaşında bir kənddir buralar. Mən bu videoları çəkirəm, paylaşıram YouTube'da. Baxıb gəlmək istəsəz, eləsəz kanalın açıqlama bölməsində orada YouTube'da WhatsApp'a keçidim var da, yəni WhatsApp linkim var. Əlaqə saxlaya bilərsiniz, məlumat ala bilərsiniz. Tamamilə ödənişsiz. Hər hansısa bir ödəniş lazım deyil. Düzdür, Azərbaycanla yollar bağlı, yollar açıq olsa, mən bilirəm ki, bura. Onsuz da burada gün ərzində 10 minlərlə turist gəlir. Yəni Azərbaycandan gələn turistlər də olardı. Türklər gəlir, Ruslar gəlir. Ən çox Çin, Koreya, Yaponiya. Bax belə başqa ölkələrdən İngiltərə, Fransa, Amerika, Böyük Britaniya, hər ölkədən gəlirlər bura. Azərbaycandan da indi inşallah yollar açılar, gəlmək istəyən olar. YouTube'da rastına çıxar kiminsə bu video. Əlaqə saxlayar, məlumat verərəm. Gələrlər, istirahət eləyərlər. Tokun biri qırılıb yerdədir. Amma yəqin ki orada cərəyan yoxdur. Yoxsa onu elə saxlamazdılar. Bu çayda da farel balığı doludur. Farel balığının məskənidir bura. Burada kəklik otu var. Bu kəklik otudur. Yoxsa. Buralar yəni o birisi videolarımda var. Dağlar hamısı kəklik otu ilə doludur. Mən yığmışam biraz evə gedəndə aparmağı. Yenə də istirahət eləmək istəyən, dincəlmək istəyən olsa eləsə, əlaqə saxlayın. Burada da dostlarımız çoxdur. Yön göstərərəm, məsləhətli yerləri deyərəm. Endirimlər eləyərlər, xətrimizi istəyirlər. Hətta qonaq da eləyərlər.
Bak burada farel balığı dəhşət çoxdur. Biz biraz keçən səfər tutduq. YouTube kanalında olmalıdır videosu. Qara qırmızı nöqtəli farellər. 700 qram, 800 qram. Nə bilim 400 qram. Kiloluq tutmamışam, yalan deməyəcəm, kiloluq hələ tutmamışam. Bir neçə dəfə balıq ovuna getmişik, amma kiloluq hələ tutmamışıq. 700-800 belə. Bax, burada yolu izi də yaxşıdır. Turistlər də ki, bu dəqiqə keçənlər ərəblər idi. Başı bağlı qız oturmuşdu qabaqda. Ərəblər də çox gəlirlər. Belə. Sağ olun, salamat qalın. Özünüzə yaxşı baxın.